Qərara gəldik ki, biz nə olur olsun tapşırığı icra eləməliyik. Telmaniyələrin səs disiplini pozmadan kəsdik. Abbasov İlkin bizi saxladı, dedi, siz ailəlisiniz, sizin övladlarınız var. Mən keçim qarşıya, düşsəm miniyə mən düşüm. Rabitə əlaqəsindən bizə geri çəkil deyilsə belə biz çəkilmədik, ərazi yandı. Düşmən telefonla danışır. Danışa gəldi sektordan, müşahidə sektorundan. Biz tərəfə baxmağa, artıq biz onun tam şəkildə gözünün qabağında qaldıq. Onların mütəmadə olaraq bizim mövqeləri atəş altında saxladığı mövqeyini biz qərara gəldik ki, sıradan çıxardaq. 2015-ci illər ərəfəsi olardı. Biz bir qrup kəşfiyyat dəstəsinin bir qrupu ilə düşmən üzərinə gizlicə sızaraq düşmən əsgərlərini məhv eləmək qərarına gəlmişdik. Həmin tapşırıqda Fərzəlizadə Ruslan, indi hal-hazırda qazidir, gözünü və əlini itirib. Mən, Paşazadə Vüsal, Yunisli Tural, Şükürov Rəşad, İbrahimli Vasif, hal-hazırda o qardaşımız da başqa bir yerdədir. Qrup üzvləri Quliyev Emin bizim PKŞnik idi, İsmailov Fərid, bu qrup üzvləri Oruzov Sehran, bu qrup üzvləri ilə birlikdə gizlicə olaraq düşmən ərazisini kesməyə çalışdıq. İlkin olaraq biz Keçid-Aşma yarım qrupum hərəkət edirdi ki, yəni qrup üzvləri təhlükəyə düşməsin deyə ilkin olaraq 3 nəfər düşmən səngərinə, mövqeyinə yaxınlaşırdı. Minalıq sahəni təmizləyərək, piyada keçid açaraq. Həm Keçid-Aşma yarım qrupunda mən, Vüsal, Abbasov Ceyhun, bir də Fərzəlizadə Ruslan. Hətta biz düşmənin 2 postun arasından keçəndə düşmən ərazini yandırmağa çalışdı. Ərazi yandı. Biz orada A şəkilli stolba var idi, çəkildik onun arxasında gözlədik. Tam rabitə əlaqəsindən bizə geri çəkil deyilsə belə biz çəkilmədik, ərazi yandı. Bizim boğulmağımıza baxmayaraq, orada tüstü bizi boğmağına baxmayaraq biz yenidən keçidi açdıq, düşmən üzərinə hərəkət elədik. Düşmənə arxa tərəfdən, gecə idi də? Bəli, gecə vaxtı, düşmənə arxa tərəfdən gecə vaxtı yaxınlaşdıq. Bir düşmən əsgəri sol tərəfdən, sol cinahatan mövqeyi var idi, postu var, müşahidə postu var idi. Orada hərəkət eləyirdi, neynəsə də biz Quliyev Emini, həmin... Onlar görmüşlər, siz yoxsa? Görmürdülər, xeyr. Biz onları yerləşdirdik, Emini yerləşdirdik həmin istiqamətə ki, biz bu tərəfdə, sağ cinahda düşmənə qəfil hücum eləyən zaman o əsgər atəşlə öz qüvvə bölmələrini, öz əsgərlərini dəstəkləməyə çalışsa, Emin də onu məhv eləsin. Və biz rahat şəkildə yaxınlaşdıq düşmənə, düşmən telmaniyələri ilə özlərinin daimi yerləşdiyi yeri mühafizəyə almışdılar. Telmaniyələrin səs disiplini pozmadan kəsdik və tam düşmənin başının üzərini aldıq. İlkin olaraq şok atəş açdıq. 7 düşmən əsgərini yerindəcə məhv elədik və bununla 7 düşmən əsgərini məhv elədikdən sonra onlara bir Kamaz markalı avtomobillə kömək gəldi. Bizim o birisi atəş dəstək dayanan qrupumuz Emin Quliyev də daxil olmaqla o birisi əsgəri məhv elədi. Və planlı şəkildə biz tam şəkildə düşmənin gələn qüvvəsində yerləşdiyi mövqeyi də məhv elədik və sərbəst şəkildə itki vermədən, yaralı vermədən geriyə çəkilə bildik. Belə bir tapşırıqlarımızın birində bizim illər öncə Quliyev Orxan şəhadət zirvəsinə uzalıb bu xarakteri tapşırıqların birində. Daha sonra növbəti bir tapşırıqda düşmənin bir manqıya yaxın şəxsiyyətin qisas məqsədi ilə, qisas əməliyyatı desək, qısacası düşmən arxasına sızaraq bir manqanı, düşmənin bir manqıya yaxın şəxsiyyətini məhv eləmişik. Həmin tapşırığımızda Seyidov Mirxəyal miniyə düşərək hal-hazırda qazidir. Bu da 2014-cü illər ərəfəsində, 15-ci illər ərəfəsində olub. 2016-cı il 2 aprel tarixində bizə düşmən
təcavüzün nəticəsində yenidən düşmən mənfur niyyətindən əl çəkmədi, hücum eləməyə çalışdı. Biz əks hücum eləmək üçün həyəcan siqnalı ilə düşmən istiqamətinə qalxdıq. Həmin Lələtəpə yüksəkliyi adlandırılan yerə. Bu Lələ İlahi Təpə düşmən üçün çox strateji bir mövqe idi. Oradan bizim kənd Qaradiz qəsəbəsinin və Qazaxlar yaşayış məntəqəsinin atəşə tuturduğu mütəmadi olaraq bizə bu yüksəkliyi işğaldan azad etmək bizim üçün çox önəmli bir tapşırıq idi. Biz kəşfiyyat dəstəsi olaraq iki qrupdan ayrıldıq. Hardasa bir 18-20 nəfər olardıq. Bir qrup komandiri baş leytenant Abdullayev Əmrah hal-hazırda xidmətdədir. Bir qrup komandiri indi mayordur, kapitan Şükürov Rəşad. İki qrupla mən də həmin vaxtı Abdullayev Əmrahın qrupunda, birinci qrupda baş kəşfiyyatçı vəzifəsini icra edirdim. Bununla yanaşı həm də ki istehkamçı vəzifəsini yerinə yetirirdim. Biz aprel döyüşlərində gecə saatlarında düşmənə Füzuli-Cəbrayıl yolunun sol istiqamətində yerləşən su yarğanı kanalı deyilən gedən bir yer var idi. Kanalın üstündə 3 körpü olmaqla 3 dənə körpü keçirdi. Biz həmin su kanalında su yox idi, qurumuşdu. Abbasov Ceyhun keçidaşma yarım qrupu təyin elədik. Abbasov Ceyhun, mən, indi hal-hazırda Abbasov Ceyhun şəhid olub 44 günlük Vətən müharibəsində. Bir də Abdullayev Hasil, Abbasov İlkin keçidaşma yarım qrupunda başladıq düşmənin minalıq sahəsindən piyada keçidaşmağa. Biz artıq Lələtəpə yüksəkliyinə yaxınlaşanda bizim Minaskatel suya davam gətirmədiyinə görə, otlar idi. Suya davam gətirmədiyinə görə Minaskatel işləmədi. Həmin vaxtı bu Abbasov Ceyhun və mən qərara gəldik ki, şəhid qardaşımız indi şəhadət zirvəsini alıb, qərara gəldik ki, biz nə olur olsun tapşırığı icra eləməliyik. Əl-ələ tutub, haradasa metr yerin məsafədə 200-300 metr məsafəni düşmənə tərəf, yəni heç nəsiz hərəkət eləyək, düşsək də ki, miniyə düşək. Döyüşçü yoldaşlarımıza deyək, biz miniyə düşsək, siz artıq davam eləməyə çalışın. Bizi qoyun, üstümüzdən aşaraq davam edin. Əsas bizim tapşırığımızdır. Daha sonra biz hərəkət eləyən, haradasa bir 100 metr getmişdik. Bu Abbasov İlkin bizi saxladı, dedi, siz ailəlisiniz, sizin övladlarınız var. Mən keçim qarşıya, düşsəm miniyə, mən düşüm. Bu da qoşuldu bizə bir yerdə hərəkət elədik. Lələtəpə yüksəkliyinə artıq çatanda düşmənin 3 əsgərinin danışıq səsləri gəldi bizə. Bizim bir nəfər Rüstəmov Elməddin səs disiplinin pozdu, ayağının altından daş çıxdı, daş dığırlandı. Düşmən telefonla danışır. Danışa-danışa gəldi sektordan, müşahidə sektorundan. Biz tərəfə baxmağa, artıq biz onun tam şəkildə gözünün qabağında qaldıq. Şükürlər olsun, həmin vaxtı düşmən bizi görə bilmədi. Biz hərəkət elədik. Lələtəpənin aşağı tərəfindən keçən dairəvi mühafizə edilən bir səngərləri var idi. Ora haradasa 4-5 radələr idi. Düşdük səngərə düşdükdən sonra biz düşmənin 3 nəfərini görürük. Qərar aldıq ki, bir yarım qrup, Şükürov Rəşadın yarım qrupu qalsın Lələtəpə yüksəkliyinin üstünə. Biz həmin o 3 dənə olan düşmən əsgərin məhv eləyək. Şükürov Rəşadın qrupu qalxdı Lələtəpə yüksəkliyinə. Abdullayev Hasil, Şükürov Rəşad, Abbasov Ceyhun, bir çox qardaşlarımız qalxdı Lələtəpə yüksəkliyinə. Nəsirov İlyas, mən, sonra Nəsirov İlyas da şəhadət zirvəsini olub 44 günlük Vətən müharibəsində. Qasımov baba şəhid olub həmin əməliyyatdan. Sonra Yunusli Tural, Paşazadə Vüsal, Abbasov İlkin, biz Babayev İknur, biz artıq Lələtəpə yüksəkliyinin ətək hissəsindən o birisi qrupda olmaqla aypara şəklində artıq Lələtəpə yüksəkliyin
tam atəş altında saxlamağı götürmüşdük. Biz ilkin olaraq düşmənə 3 nəfərə şok atəşi açdıq, əl qumbaralarından atdıq, 3 düşmən əsgərini məhv elədik. Lələtəpə yüksəkliyində düşmənin bir tağım, Lələtəpə yüksəkliyinin silsilə boyu ayaq tərəfində, bir tağım Lələtəpə yüksəkliyinin özündə, digər tağım Kitayski post deyirlər, o istiqamətdə həyəcan siqnalı ilə qalxdılar, başladılar bizlə atışmağa. Biz orada döyüşdük, bizim sursatımız qutardı. Bizə bizim arxa artilleriya bölmələrimiz, düşmən artilleriyadan tanklar buraxdı üstümüzdə. Bizim tank əleyhinə raket bölmələrimiz tankları vurmağa zəncirvari şəkildə qarşılıqlı əlaqə ilə artıq döyüş başladı. Biz artıq Lələtəpə yüksəkliyini götürmüşdük. İlkin olaraq Lələtəpə yüksəkliyini götürən kimi mən belə qərara gəldim ki, Lələtəpə yüksəkliyində olan, bizə tərəf olan mövqeləri düşmənə tərəf çevirək. Biz dərhal onların mövqelərini özlərinə tərəf çevirdik. Oradan sipər alıb bunlarla atışmağa başladıq. Düşmən artilleriyadan istifadə edirdi, bütün iri çaplı silahlardan istifadə eləməyinə baxmayaraq biz o yüksəkliyi əldən vermədik. Artıq bizim bu yüksəklik bizdə olduğunu bildirmək üçün mən üzərimdə Azərbaycan bayrağı aparmışdım. Yenidən biz artilleriya tankla bizə atəş açdılar. Lələtəpə yüksəkliyində nə qədər mövqe var, darmadağın dağıtdılar. Yenidən biz aşağıda həmin o yüngül qazılmış səngərdə mövqeyləndik, artilleriya atışından gizlənmək üçün. Daha sonra mən 4 nəfərlə Lələtəpə yüksəkliyinə yenidən qalxdım. Babayev İkinur, Paşazadə Vüsal, mən və Şükür Rəşad yenidən qalxdıq yüksəkliyə. Mən Azərbaycan bayrağını çıxartdım. Azərbaycan çəkilişlərdə də var, görəsiniz. Azərbaycan bayrağını çıxartdım, yenidən Lələtəpə yüksəkliyinə sancdıq döyüşçü qardaşlarımızla. Daha sonra bütün bizim bölmələr artıq gördülər ki, yüksəklik bizdə də Azərbaycan bayrağı dalğalanır və bizim bölmələr hücuma keçdi. Arxadan bizi dəstəkləmək üçün bizim mövqelərə doğru tank bölmələri, digər bölmələr irəliləməyə başladılar. Biz artıq Lələtəpə yüksəkliyini götürsə, silsilə boyu da Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Biz irəlilədiksə, irəliləməyə başladıq. Heç bir şəhid, bir dənə Xancanov Zaur yaralanmışdı sol qolundan. Düşmən atəş açmışdı. Təbii ki, ona atəş açan düşmənin 4 nəfəri məhv elədik. Daha sonra Rüstəmov Elmədlinin başından yaralanmışdı. Daha sonra artilleriya atəşi nəticəsində Paşazadə Vüsal qolundan və başından yaralanmışdı. Biz qarşı-qarşıya döyüşən zaman Abbasov Ceyhun, şəhid qardaşımız və mən atəşin düşməmizə əl qumbaratandan atəş açmışdı mənim sol kürəyimdən. Bütün qəlpələr vranjileti tutmuşdu, amma Abbasov Ceyhunun da sifət nahiyəsindən yaralanmağına baxmayaraq biz döyüşü davam edirdik. Döyüşü davam elədik, Lələtəpə yüksəkliyini tam götürdük. Düşmən tam şəkildə məhv edildi orada, düşməni tam şəkildə məhv elədik. Polkovniklərin, artilleriya rəislərin, düşmən yaralıların daşımaq üçün sanitarka ilə hərəkət edirdi arxa mövqelərindən. Deməli, hiləgərliyi buradan da bilinirdi. Şəxsiyyəti doldurub sanitarkaya, təcili tibbi yardım maşınına gəlirdilər. Şəxsiyyət boşaldırdılar bizlə döyüş aparmağa görə, yaralı yerinə yaralı yığıb geri qayıdırdılar. Biz onların həmin o hiləsini də hiss elədik, yerindəcə təcili tibbi yardım maşınını vurduq. Artıq onların hərəkəti də dayandırıldı. Ondan sonra bizə sursat gətirən bir əskərimiz, bir dənə Sərvan adlı əskərimiz düşmənin snayper ateşi nəticəsində başından aldığı yaradan şəhid oldu. Onlar ikiz qardaş idilər. Allah şəhidlərimizə rəhmət eləsin. O yüksəklikdə daha sonra Üzeyir yaralandı. O bizim snayper idi. Bir neçə qazi
yalnız bir şəhid verməklə biz düşmənin ən strateji mövqelərindən, hakim yüksəkliklərdən birin 3-4 saat müddətində tam şəkildə azad elədik. Tam şəkildə azad elədik və mövqeləri qurduq, mövqelərimizi qoruduq. Biz Qazaxlar yaşayış məntəqəsinin, daha sonra Qaradiz yaşayış məntəqəsinin tam düşmənin təcavüzündən, atəşindən qorumaq üçün o yüksəkliyi azad elədik və Cocuq Mərzanlıya qayıdışı təmin elədik. Aprel ayının 5-də artıq atəşkəs, humanitar məqsədlə atəşkəs elan olundu. Düşmənin 27-30 arası leşləri bizim aldığımız mövqelərdə ayaqlar altında qalmışdı. Daha sonra düşmənin 60-65 nəfəri düşmənlə bizim aramızda yaranan neytral zonada qalmışdı. Onlar ağ bayraq qaldırdılar, gəldilər öz leşlərin götürdülər, getdilər. Həmin müharibə ərəfəsində bizim işğaldan azad elədiyimiz 7 döyüş mövqeyi işğaldan azad elədik. Düşmən o istiqamətdə mənim gözümlə gördüyüm 65, 27-də bir canlı qüvvəsini itirdiyi halda biz o hücuma keçməyə nəzərə almaqla, düşmən üzərinə əks hücuma keçməyə nəzərə almaqla cəmi 3 pilot, 18 milli ordunun canlı qüvvəsini şəhid verməklə biz düşmənin 7 mövqeyin və bir kəndimizi geri qaytara bildik. Aprel müharibəsi bizim 44 günlük zəfər müharibəsinin ilk addımlarıdır. Bizim ilk olaraq düşmən üzərində qələbəmizdir. Bu bizim ordumuza, bizim bütün millətimizə, xalqımıza bir stimuldur ki, biz düşmən üzərində ilk dəfə olaraq qələbə qazandıq. Düşməndən öz torpaqlarımızı, ilkin addımları atdıq. Düşmən işğaldan azad elədik torpaqlarımızı, düşməndə olan torpaqlarımıza ilkin addımlar atdıq. Zəfərə gedən zəfər yoluna ilk addımlar atdıq. Bu bizim xalqda böyük bir stimul yaratdı. Həm də ki, Lələtəpə yüksəkliyi bəlkə də görmüsünüz, Cəbrayıl yolunun istiqamətində həmin yüksəklik kimdə idisə hücum üstünlüyü həmin qüvvələrdə idi. Biz həmin yüksəkliyi azad eləməklə düşmən üzərində hücum üstünlüyümüzü göstərdik. Düşmənin əlaqə yollarına, düşmənin təminat yollarına tam nəzarət elədik və bunu biz bacardıq. Aprel döyüşləri bitdikdən sonra, daha sonra cənab prezidentimiz, Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev bizi prezident iqamətgahında təltif eləmək üçün qəbul elədi. Cənab prezidentimizin biz hərbiçilərə, biz kəşfiyyatçılara orada diqqətin, qayğısının bir daha şahid oldum. Mən də orada Lələtəpə yüksəkliyinə bayrağı sancdığıma görə, o yüksəkliyin bayraqları olduğuma görə, təbii ki, bu tək mənim nailiyyətim deyil, mənim döyüşçü qardaşlarımla birlikdə sadəcə bir nəfər olmalı idi. Bəzi qardaşlar yaralı idi, nə bilim, belə. Mən o 2017-ci il mart ayının 31-də cənab prezidentin qəbulunda oldum. Cənab prezident məni həmin döyüşlərdə göstərdiyim şücaətə görə, yiğitliyə görə medalından təltif elədi. Həmçinin mənlə yanaşı Abbasov ilkin həmin görüşdə oldu. Bizim komandirimiz, bizim qələbələrin təməlini qoyan komandirimiz Nəsim İşğəliyev, daha sonra Orucov Seyran, Şükürov Rəşad, Abdullayev Əmrah. Bunlar hamısı cənab prezidentin qəbulunda mən də olmaqla qəbulunda olduq. Cənab prezident bizi təltif elədi. Bir daha göstərdi ki, o bizim daimi yanımızdadır, bizi daimi diqqət mərkəzində saxlayır. Daha sonra bizim ordumuz inkişaf eləməyə başladı. İndi bizim xalq arasında bəzi düşüncələr formalaşıb. Xüsusi təyinatlılar deyəndə yalnız bizim xüsusi təyinatlı qüvvələri nəzərdə tuturlar. Artıq Müdafiə Nazirliyində daha bir bizim ordu quruculuğunun tərkibində, yəni ordu quruculuğu aparıldığı halda ordumuzun daha da irəli getməsi üçün, daha da böyüməsi üçün dərin kəşfiyyat dəstəsini artıq böyütdülər, elədilər xüsusi təyinatlı kəşfiyyat bölüyü.
Xüsusi təyinatlı kəşfiyyat bölüyü bizə rütbələr verdilər. Yenidən daha ağır kurslar keçdik. Daha ağır kurslar keçəndən sonra biz artıq rütbəni aldıq. Rütbəni alandan sonra biz olduq xüsusi təyinatlı dəstə olaraq xüsusi təyinatlı dəstənin mənsubları. Bildiyimiz kimi bizim ordumuzda, silahlı qüvvələrimizdə bir çox xüsusi təyinatlılar var. Xüsusi təyinatlı qüvvələrimiz daxil, sərhəd qoşunlarının xüsusi təyinatlıları, daxili qoşunların xüsusi təyinatları və biz kəşfiyyat idarəsinin xüsusi təyinatları, kəşfiyyat xüsusi təyinatları olaraq 44 günlük vətən müharibəsində başladıq tapşırıqlarımızı yerinə yetirməyə.